Hər birinizi xoş gördük əziz izləyicilər. Bugün sizlərlə 12 aprel 2026 tarixində 9-cu siniflər üçün keçirilmiş buraxılış imtahanının riyaziyyat suallarının izahına baxacağıq. İlk öncə qeyd edim ki, ümid edirəm ki, imtahan tam ürəyinizcə olub, bütün sualları yaza bilibsiz, öz vəziyyətinizin qarşılığını alıbsınız. İndi sözü çox uzatmadan keçək sualların izahına. Bizə deyir ki, tam səthinin sahəsi 24 cm² olan kubun həcmini hesablayın. Bilir ki, tam səthin üstü 6a kvadratdır. Bunu bizə verib 24. A kvadrat oradan bərabər olur 4-ə, A bərabər olur 2-yə. Mənfi 2-ni götürmərək, çünki tərəf mənfi ola bilməz. Həcmin düsturu da A kub idi. V də o zaman bərabər olur 2-nin kubu, o da 8. Cavabımız olur 8B variantı. İkinci sualda deyir ki, x mənfi 2 olarsa ifadənin qiymətini hesablayın. Birinci yerinə qoyub yazmarıq. Yəni, bəzi ehtiyatda yerinə qoyub yaza bilərik. Amma sadələşdirib yazsaq daha rahat olar. Mənfi 1,2 vursaq əgər içəriyə, alırıq ki, deməli, 15 bölü 10 yazarıq. 15 bölü 10 x vurulsun. Bu mənfisi ilə, bu da mənfisi ilə x bölü 3 minus 2. Bunu da yazarıq ki, deməli, x kvadrat qarşısında olacaq 5 bölü 10. 5 ilə 10 da ixtisar gedər. Bu 3 ilə bu getsə 5. 5 ilə də bu 2. X kvadrat bölü 2 plus. Bunu da vursaq nə alınır? 3x. İndi gəlib yerinə qoyaq. X kvadrat eləyəcək mənfi 2-ni qoyduqda 4. 4 bölü 2 bizə verəcək 2. Çıxılsın 6. O da bərabər olacaq mənfi 4-ə. Cavabımız olur D variantı. 59-cu sual. 7D plus 7C bölünsün 21D plus 21C. Yuxarıdan 7-ni çıxartsaq, yerdə qalır D plus C. Aşağıdan 21-i çıxartsaq, 21 vurulsun D plus C. D plus C ilə ixtisar getsə 21-də 7, o da bizə verir 3-də 1. A variantı. 60-cı sual. Deyir ki, üçbucağın tərəflərinin uzunluğu 16, 18 və 20 cm-dir. Təpələri verilmiş üçbucağın tərəflərin orta nöqtəsində olan üçbucağın perimetrini tapın. Üçbucağı çəkək. Tərəflərin içəridə 16, 18, 20. Deyir ki, təpələri bu tərəflərin orta nöqtəsində olan üçbucaq bu şəkildə. Deməli, bura olur 9, 9, bura olur 8, 8, burada olur 10, 10. İndi bizdən bu üçbucağın perimetrini istəyir. Baxın, deməli, bu tərəf buranın orta nöqtəsi olur. Daha doğrusu, orta xəttdə olur. Orta xəttdə olduğu üçün də bura 8 olur. Bura 10, 10-dursa, burada paralel olduğu üçün burada 10 olur. Burada 9-dursa, bu da orta xətt 9 olur. Bilirik ki, orta xətt üçbucağın oturacağının yarısına bərabərdir. O zaman bu üçbucağın perimetri nə olur? 10 plus 9 plus 8. O da bərabərdir 27, yəni A variantı. 61-ci sual. Çevrəsinin uzunluğu 32 pi cm olan dairənin radiusunu tapın. Deməli, 2 pi r bərabərdir 32 pi-yə. R buradan nəyə bərabərdir? 16-ya. Elə cavabımız da olur 16. 62-ci sualda deyir ki, bölünən 496 qismət 4, qalıq 96-dır. Böləni tapın. Deməli, bizə verilib ki, 496 bölünsün x bərabərdir 4 qalıq 96. Nə edərik? 496-dan çıxarıq 96-nı, bu bizə verər 400. Aldığımız 400-ü də bölərik 100-ə, daha doğrusu artıq cavabı deyirəm, bölərik 4-ə, o da bərabərləyəcək 100. Yəni, bölənimiz 100 imiş ki, 496-nı 100-ə böləndə 4 qalıq 96 alınır. Cavab C variantı şifahi olaraq da tapmaq mümkündür. 63-cü sual. Deyir ki, ax kvadrat plus bx plus c bərabər 0 kvadrat tənliyinin kökləri mənfi 5 və 3 olarsa, b bölən nisbətini tapın. B bizdə nədir? Bilirik ki, b-miz köklərin cəminin əks işarəsidir. Yəni, mənfi b plus 3-ün əks işarəsidir. A-mız nədir? A-mızı buradan tapmalıyıq. Zaten, daha doğrusu, belə deyək də, bu çevrilmiş kvadrat tənlik olmadığı üçün b bölünsün a ilə bu ifadəyə bərabər olacaq. Bu da nə deməkdir? Mənfi 2 qarşısında mənfisi ilə. O da bərabər olacaq 2-yə. Yəni, baxın, Viet teoreminə əsasən B bölünsün A bizə köklərin cəminin əks işarəsini verdiyi üçün, biz də kökləri bildiyimiz üçün cəmliyib əks işarə ilə göstəririk. 64-cü sual. 64-cü sual. Deyir ki, A bərabərdir mənfi 5-in kvadratı, B bərabərdir mənfi 5-in ayrıca kvadratı, C bərabərdir mənfi 5. Ədədlərini müqayisə edin. Baxırıq, birincinin kvadratı. Kvadrat mötərizə xaricində olduğu üçün müsbət 25 edir. A bərabərdir müsbət 25. B bərabər olur
mənfi 25. Çünki bu mənfi 1 vurulsun 5'in kvadratı deməkdir. S isə bərabərdir mənfi 5. Ən böyükü bariz şəkildə A olacaq. Bu məlum məsələdir. Baxırıq, mənfi ədədlərdə belə deyək də, sıfıra yaxın olan daha böyük olduğu üçün növbəti gələcək C, ondan sonra gələcək B. Bu da B variantı edəcək. Cavabımız olur B variantı. Deyir ki, 180 ədədini 1, 2, 3 nisbətində 3 ayırmışdılar. Bu ədədləri tapın. Deməli, nə yazarıq? 180'i ayırarıq 1K plus 2K plus 3K nisbətində. Yəni 180'i bölərik 6K'ya. Buradan K nəyə bərabər olur? Yəni 6'ya bölsək, bu cəm bizə 180 verməlidir. 6K bərabər olmalıdır 180'ə. K bərabər olur buradan 30'a. K'mız 30'dur. İndi birinci ədədimiz 30, ikinci ədədimiz 2 misli 60, üçüncü ədədimiz də olur 90. 30, 60, 90 da C variantındadır. 66-cı sualda deyir ki, koordinat müstəvisində ABCD kvadratının A, C, D təpələri verilmişdir. B təpəsinin koordinatlarını tapın. Gəlin koordinat müstəvisi çəkək, koordinat sistemi çəkək. Deyir ki, A 4, 1'dir. Bura olsun 4, bura olsun 1. Deməli, buradadır. C'miz 2, mənfi 1'dir. Buradadır. D'miz 2, 1'dir. Buradadır. Avtomatik olarak bilir ki, kvadratın bütün tərəfləri bərabər olduğu üçün B təpəmiz nə olacaq? B də buna uyğun olacaq. Deməli, 4, mənfi 1. 4 mənfi 1 də hansı cavabdadır? Deməli, 4 mənfi 1 B variantı. 67-ci suala keçdik. Deyir ki, kəsrin məxrəci sürətindən 1 vahid böyükdür. Deməli, x yazsaq, məxrəc olacaq x plus 1. Bu kəsrin onun tərsi olan kəsrlə toplasaq, cəm 2,5 olacaq. Toplasaq, deməli, tərsi ilə. X plus 1 bölünsün x ilə. Bərabər olacaq 100/205 deyə bilərik. İndi nə eləyərik? Bu kəsri tapın deyir. Gəlin ortaq məxrəcə gətirək. Bunu vurarıq x-ə, bunu vurarıq x plus 1'ə. Yuxarıda alınacaq x kvadrat. Aşağıda da deməli, bunda da alınacaq. Gəlin daha aydın yazaq. Bunu vurarıq x-ə, bunu vurarıq x plus 1'ə. Bu da x plus 1'in kvadratı olacaq. Plus x kvadrat plus 2x plus 1. Bölünsün x kvadrat plus x də deyə bilərik. Elə belə də deyək qalsın. Bərabər olacaq nəyə? 205 bölünsün 100'ü də 5'ə ixtisar aparsaq nə olar? Olar ki 41, 20. 41 bölünsün 20. Buradan alırıq ki, deməli, lap sadə yazaq. 2x kvadrat plus 2x plus 1 bölünsün x kvadrat plus x bərabərdir 41 bölü 20. İndi çarpaz vurarıq. Yazarıq ki, 40x kvadrat plus 40x plus 20 bərabərdir 41x kvadrat plus 41. Bu tərəfə atdıqda nə olur? X kvadrat plus x minus 20 bərabərdir 0. Köklər nə olur? 4, 5, 5 müsbət 4 mənfi x. Bir kökümüz olur müsbət 4, bir kökümüz olur mənfi 5. İndi bizdən nəyi soruşurdu burada? Deyirdi ki, bu kəsrin qiymətini tapın. Mənfini qoyduqda görə gələ niyə ödənməyəcək? Bir dənə baxaq. Mənfini qoyduqda ödənmir. Müsbəti qoysaq nə olur? Deməli 5'də 4 imiş. Digərdə 4'də 5 imiş. Düzdür? Bunları topladıqda cavab alınır. Deməli, cavabımız nə imiş? Y variantı 5'də 4. Y variantı. Keçdik 68-ci suala. Sual qalmadı ki, xeyr. Çox ədədli vuruqlara ayırın deyir. 16'nı yazarıq 4'ün kvadratı kimi. Yəni a minus 5'in kvadratı minus 4'ün kvadratı. Sonra da müxtəsər vurma düsturundan yazarıq ki, a minus 5 minus 4 vurulsun a minus 5 plus 4. Bu da bizə nə verəcək? A minus 9 vurulsun a minus 1. Bu da hansı cavabdadır? Y variantında. A minus 9, A minus 1. 69-cu sual. Deməli, hesablama sualdır. İfadənin qiymətini hesablayın deyir. Gəlin hesablayaq. Yazarıq ki, 4'də
12'yə vurub üzərinə 3 gələrək ki, düzgün olmayan kəsrə çevirib rahat hesablayaq. 48 plus 3 51. Vurulsun 2. Minus 27. Birinci bunu hesablayaq. Bu bizə nə verir? Bu 2 ilə bu 4 getdi. Burada 2 qaldı. 51-i də 2-yə böldükdə neçə eləyir? 25,5 edir. 25,5 çıxılsın 27. Deməli, birinci hissəmiz neçə etdi? Mənfi 1,5. Yəni 10-da 15. Belə yazıram. Bunu lap belə də yaza bilərik. 3 bölünsün 2. Bölünsün mənfi 4-də 3 kvadratı. Bunu da yazıram ki, mənfi 2-də 3 vurulsun. Artıq 4-də 3 idisə, bu olacaq 16-da 9. Onu da vurmaya çevirdiyimiz üçün tərsinə çevriləcək. 9-da 16. 16 ilə 2 gedər, 8 qalar. 9 ilə 3 gedər, 3 qalar. Cavabımız olar mənfi 8 bölünsün 3. Bu da neçə eləyir? Mənfi 2 tam 3-də 2. Y variantı. 70-ci sual. İfadənin qiymətini hesablayın deyir. Birinci olaraq iç-içə kökdə ən sonuncu kökü hesablayırıq. Bu edir 5. Kök altında 4 plus 5. O da edir kök altında 9. O da bizə 3 verir. Cavabımız olur D variantı. 72-ci sual. Deyir ki, üçbucaqlar oxşar olarsa, deməli, x-i tapın. Nə edirik? Bilir ki, üçbucaqlar oxşardırsa, uyğun tərəflərin nisbətləri bərabər olacaq. Yazarıq ki, x plus 4 bölünsün 4 bərabər deyir 6 bölünsün. Yəni bu tərəf böl bu tərəf. 2x minus 5. Yazırıq ki, deməli, çarpaz vursaq 2x kvadrat. Deməli, plus 4, daha doğrusu plus 8x minus 5x minus 20 bərabərdir 24. Buradan alırıq ki, 2x kvadrat minus 3x minus 44 bərabərdir 0 plus 3x. Oradan da 11, 4, 2x, x olaraq ayırsaq 11 müsbət 4 mənfi. 2x bərabərdir mənfi 11, x bərabərdir mənfi 5,5. Digər kökdə x bərabərdir 4. Tərəf mənfi ola bilməz. Tərəfimiz olur 4. Cavabımız oldu 4. Deməli, sonra nə sualı gəlir? 73-cü sual. Nə deyir 73-cü sualda? Deyir ki, mənfi 3, 11 bərabərinin tam əllərinin cəmini tapın. İlk öncəklə hər tərəfi gəlin 2-yə bölək. Eləyir mənfi 1,5 kiçikdir bərabərdir x, kiçikdir bərabərdir 5,5. Tam əllərinin cəmi mənfi 1, sonra deməli 0, 1, 2, 3, 4, 5. Bunları qoyduqda ödənir. Tam əllərin istəyən oldu 1, 2, 3, 4, 5, 6, 7 dənə. Cavabımız oldu 7. 74-cü sual. 2x plus y bərabərdir 5 tənliyinin qrafik üzərində x-i mənfi 4 olan nöqtənin ordinatını tapın. Bu sualı biz paylaşmışdıq. İmtihana düşəcəyini də demişdik. Elə düşüb də. Gəlin x-in yerinə mənfi 4 qoyaq. 2 vurulsun mənfi 4 plus y bərabərdir 5. Mənfi 8 plus y bərabərdir 5. Y bərabərdir 13. Cavabımız oldu 13. 75-ci sual. Deyir ki, 3, 7 A ədədi ilə 2 B ədədi cəmi cüt ədəd olarsa, AB cəminin ən böyük qiymətini tapın. Cüt ədəd olması üçün A plus B cəmi, yəni son rəqəmlər nə olmalıdır? Cüt ədəd əmələ gətirməlidir. O da neçə olacaq? Deməli, elə buradan şifahi görsənir ki, yəqin 9, 7 olacaq. Amma gəlin ispat edək. Baxaq görək isbata ehtiyac olacaqmı? 300 plus 70 plus A plus 20 plus B. Cəmi cüt ədəd olarsa, cəmi cüt ədəd olması üçün nə olmalıdır gənclər? Cəmi, bu ikisinin cəmi cüt ədəd alınmalıdır. Ən böyük nə olar? Bu 9 olsa, bu 7 olsa, cüt ədəd alınacaq da. Bunu 8 seçə bilmərik ki. Düzdür? 8 seçə bilmərik, tək ədəd olar. Və yaxud da 8, 8 də seçə bilmərik. Çünki deyir ki, və yaxud da 9, 9 da seçə bilmərik. Deyir ki, A və fərqlidir, B olmalıdır. O zaman A'mız olacaq 9, B'miz olacaq 7. 9 plus 7 də bərabər deyir 16.
Deməli, AB-mizin ən böyük qiyməti olur 16. 76-cı sual. Deyir ki, tənliklər sistemindən x minus y ifadəsini tapın. Tərəf-tərəfə çıxsaq, yerdə nə qalır? Yerdə qalır ki, mənfi 10 xy bərabərdir 10 xy bərabərdir. Xy nəyə bərabərdir buradan? Deməli, mənfi 1-ə. Düzdür? Deməli, çıxdıq. Bəli, tamamilə doğrudur. Başqa nə edə bilərik deməli? Toplasaq ehtiyac yoxdur və yaxud da belə bir şey edərik. İndi xy cəmini bilirik. Aha, artıq məsələ həll oldu. Xy cəmini bildiyimizə görə x plus y-in kvadratını tapa bilərik. X kvadrat plus y kvadrat nəyə bərabər olacaq? 14 minus, daha doğrusu 14 plus 7 vur mənfi 1. 14 minus 1. X kvadrat plus y kvadrat nəyə bərabər olacaq? 7-yə. İndi mən bunu yazaram. Bizdən bunun çıxılmasını istəyir. Düzdür? X minus y-in kvadratı. Burada nə əksik olacaq? Üzərinə gəlməliyik 2xy. Bu bərabər olacaq nəyə? 7-yə. X minus y-in mötərizə kvadratı bərabərdir 7 minus 2xy. O da bərabər olacaq 7 minus mənfi 2-yə. Yəni, x minus y-in mötərizə kvadratı bərabərdir 9-a. X minus y də bərabərdir 3-ə. Maraqlı və biraz digərlərindən nisbətən çətin sual idi. Cavab oldu 3. 77-ci sual. 77-ci sualda nə deyir? Deyir ki, bir təpəsi koordinat başlanğıcında olan və diaqonalları 4-0 nöqtəsində kəsişən ABCD kvadratının sahəsini tapın. Bir təpəsi koordinat başlanğıcında olan, deməli 0-0-dır. Və diaqonalları 4-0-da kəsişən. Deməli, bura kimi məsafə 4-dürsə, burada 4 olacaq. Bura nə olacaq? 8-0. Diaqonalın uzunluğu oldu 8. Deyir ki, kvadratdır. Bura 8-dirsə, bura olacaq 4 kök altda 2, bura olacaq 4 kök altda 2. Pifagora əsasən 45 dərəcəli bucaq. Həmçinin mən kvadratın diaqonal düsturunda bilirəm ki, nədir? A kvadrat plus A kvadrat bərabərdir diaqonalın kvadratı. O zaman A kök altda 2 olur da diaqonal. O da ki, nə olur? Bunlar 4 kök altda 2 olmalıdır. Kök altda 2 misli 8 eləsin. İndi S bərabər olacaq. S nəyə bərabər olacaq? 4 kök altda 2-nin kvadratına. O da bərabər olacaq 32-yə. Cavabımız olur 32. Keçdik ətraflı yazı nümunələrinə. Nə deyir bizə? Deyir ki, AC, buranı tam təmizləyək. AC və BD düz xətləri Y nöqtəsində kəsişirlər. Əgər Y, B, Y, S-nin təmböləni SYD də 50 dərəcə olarsa, AYF-i tapın. Gəlin görək bizdən nə istəyir. Hansı düz xətləri verib bizə? AC və BD. Deyir ki, biraz qələmi nəzikləşdirək. Y nöqtəsinə kəsirlər. Əgər YF, deməli YF-imiz haradadır? Budur. B, Y, S-nin təmböləni olarsa, burada 50 olarsa, bura 50 olduqda, bura nə qalır? 130, o da 65-65 bölünür. Zaten göründüyü üçün heç buranı özüm yazmıram. Zaten bura qeyd olunub. Sadəcə bu xəttləri çəkirəm ki, tam görünsün. Deməli, 50, 65, 65-dir. Bizdən nə istəyir? Deyir ki, A, Y, F-i tapın. A, Y, F. Bir dəqiqə səhv görmürəm ki mən. A, Y, F-i tapın. 115 olar da. Burada çətin bir şey yoxdur ki. 115, yəni 50 plus 65. Açıq suala niyə bu qədər sadə sual qoyublar? Biraz o düşündürdü məni. Problem yoxdur. Tək elə asan olsun ki, yaza biləsiniz, rahat yazasınız. 79-cu sual deyir ki, ABCD düzbucaqlısında BM perpendikulyardır AC, DN perpendikulyardır AC və BM 5 cm olarsa, bu üç bucağın da sahəsi deməli 60 cm kvadrat olarsa AC-ni tapın. Necə taparıq? Bura 5-dirsə uşaqlar,
Buradan bura kimi məsafə 5-dirsə, buradan bura kimi həmin məsafə olduğu üçün burada 5 olacaq. Buranı tapdıq 5. İndi deyir ki, bu üçbucağın sahəsi 60-dır. Düzbucaqlı üçbucaqda bir katet 5-dirsə, digər neçə olmalıdır ki, bura 60 olsun? 24 olmalıdır ki, bu hissə. Bura 60 olsun. Buranı tapdıq 24. İndi dostlar, bilirik ki, buralar da eyni məsafədən bölünür. İndi nə yazıram mən? Yazıram ki, 5'in kvadratı bərabərdir. X vurulsun 24 plus x. Proyeksiya düsturuna əsasən. Düzbucaqlı üçbucaqda, baxın, bu da düzbucaqlı üçbucaq olduğu üçün hündürlüyün kvadratı bərabər olur. Hündürlüyün hipotenuzu böldüyü hissələrin hasilinə. 25 bərabərdir x kvadrat plus 24x. Buradan yazıram x kvadrat plus 24x minus 25 bərabərdir 0. Yazıram ki, müsbət 25 mənfi 1 x. X bərabər olur mənfi 25'ə, x bərabər olur 1'ə. Yanlış bir şey var mı? Xeyr, yoxdur. Deməli, bizdə tərəf deyirsə, x'imiz oldu 1, bura oldu 1. AS'nin də ümumi uzunluğu oldu ki, 1 plus 24 plus 1, o da bərabər olur 26'ya. Cavabımız olur 26. Bu qədər bəsit. 80-ci sual. 80-ci sualda nə deyir deməli? Deyir ki, 24 şagirddən ibarət sinif fizika və kimya fənləri üzrə qiymətləndirildi. Fizika fənnindən qeyri-qəbul qiymət alanlara sayı 8, hər iki fəndən məqbul qiymət alanlara sayı 9 nəfər olarsa, yalnız fizika fənnindən məqbul qiymət alanların sayını tapın. 24 nəfər qiymətləndirilib. Venn diaqramı çəkək. Fizika, kimya. 24 nəfər ümumilikdə. Fizika fənnindən qeyri-məqbul qiymət alanların sayı 8. Hər iki fəndən məqbul qiymət alanların sayı 9'dur. Yalnız fizika fənnindən məqbul qiymət alanların sayını tapın. Bir dənə deməli aydın olmayan məsələ odur ki, qeyri-məqbul qiymət alanlar. Olsun, bunlar da yəqin qiymət almış sayılır. Yəni artıq qiymət alıblar. Kəsilsələr də qiymət almış sayılırlar. 8 nəfər fizikadan qiymət alıb. 9 nəfər deməli hər ikisindən qiymət alıb. Deməli 8 nəfər burada, 9 nəfər burada. 17 nəfər. Burada neçə nəfər qaldı? 17 nəfər. 24 çıxılsın 17'yi. Onda belə eləyək. Baxın. Gəlin belə bir hesablama aparaq. Qeyri-məqbul qiymət alıblarsa 24 çıxılsın 8. Bunu yazarıq. 16. 16 nəfər məqbul qiymət alıb, düzdür? 8 nəfər çünki kəsilib. Deməli, hər iki fəndən məqbul qiymət alanların sayı 9. 9 dənə buraya getdi. Yalnız fizika fənnindən məqbul qiymət alanların sayı 9 dənədirsə, bu 80-ci sual haqqında nə qədər fikirləşdim bayaqdan, bir şey alındıra bilmədim. Bunu saxlayaq, bunu mən ayrıca video kimi çəkərəm. Nə qədər hesabladım Venn diaqramı ilə falan, şərtdə nəsə bir uyğunsuzluq vardı. Baxarıq, dəqiqləşdirərik bunu, çünki bu sualın axırına çıxmaq olmur. Gəlin 81'ə keçək ən yaxşısı. Deməli, 81-ci sualda deyir ki, cədvəldə 26 tələbənin riyaziyyat imtahanından topladığı ballar haqqında məlumat verilmişdir. Deməli, 26 tələbənin riyaziyyat imtahanı haqqında riyaziyyatdan topladığı ballar verilib. Ardıcıl seçilmiş 2 tələbənin birincisinin 70-84 arasında, ikincinin 85-99 bal arasında nəticə göstərməsi, nəticə göstərən tələbə olması ehtimalı. Çətin bir sual deyil, ehtimal sualdır. 26 tələbə var. İlk seçdiyimiz 26 tələbədən biri neçə bal toplamalıdır? 70-74. 70-74 hardadır? Deməli, daha doğrusu 70-84. Buranı əhatə eləyirdi. 10 nəfər vardı. Düzdür, 84 bala kimi. 84 bala kimi 82 bal toplamış 7 nəfər var. 75 bal toplamışdı 3 nəfər. Növbəti
neçə olmalıdır gənclər? İkinci seçdiyimiz artıq 25 nəfərdən seçirik deyə bir nəfər seçdik. 85 99 bal toplamalıdır. 85 99-dan neçə nəfər var? 10 nəfər 87 toplayıb, 3 nəfər də 93. Bu da 13 edir. 13 ilə 26 getdi 2. Bu da 5-ə əksər getsə 5, 2. Bu 2-lər də getdi. Yerdə qaldı 5-də 1. Ehtimalımız olur 0,2. Deməli, son sualımızın da cavabı oldu 0,2. Beləliklə, sualların 24-ün izahına baxdıq. O bir sualda nə qədər oxudum, şərti mənə aydın olmadı. Növbəti bir video kimi çəkərəm, paylaşarım onu. Növbəti izahlarımızda görüşmək üzrə. Səhifəmizi izləmədə qalın ki, yeni izahlardan, yeni mövzulardan, yeni xəbərlərdən xəbərdar olasınız. Hər birinizə uğurlar arzu edirik.